Allah Teala ayette buyurur ki Hakka surəsində deyir ki qutufuha daniye. Mənası budur ki cənnətdə olan bağları, meyvələri sizə yaxın olacaq. Yəni siz əziyyət çəkib budağı əyməyəcəksiniz. Yəni cənnət elə bir bağdır, elə bir bostandır ki Allah Teala'nın ölümdən sonra hazırladığı mükafat, əbədi qalacağınız həyat elə bir mükafatdır ki, orada hətta ağacları belə əymək üçün əziyyət çəkməyəcəksiniz. Allah Teala buyurur, qutufuha daniye. Orada budaqların özləri sizə əyiləcək və siz meyvələri rahat götürüb təamlardan, ləzizlərdən dadacaqsınız. Barakallahu fikum. İnşallah.